Yəqin ki, bir çoxlarınız Inception və Matrix filmlərini izləyib. Bu filmlərin birbaşa olaraq oyun dünyaları ilə əlaqəli heç bir əlaqəsi olmasa da, onlar xəyali dünyalardan bəhs edirlər və eyni zamanda bir çox vacib suala cavab tapmağa çalışırlar. Real olan nədir sualı. Dünyadakı insanların həyatlarına baxsaq, onu görərik ki, 100 milyonlarca, bəlkə də daha çox insan üçün gündəlik həyatın 8-9 saatı işdə, 8-9 saatı yuxuda, 2-3 saatı işə gedib gələndə yolda, 1-2 saatı ehtiyacları qarşılamağa və geri qalan hissəsi real həyatı yaşamağa xərclənir. Və bəziləri üçün bu real həyat dediyimiz şey kitablarda, bəziləri üçün kinolarda, bəziləri üçün isə oyun dünyalarında keçir. Bu üç media tipini bir növ ayrı-ayrılıqda ələ alacaq olsaq, onu görərik ki, kitablarda sizdə ən çox güc təxəyyül gücünə düşür və yazıçının təsvir etdiyi həmin dünyaları, hadisələri, personajları siz bir növ öz təxəyyülünüzdə canlandırmağa çalışırsınız. Kinolara keçid edəndə bir növ sizin üzərinizə düşən yük azalır, amma həm də limitlənir sizin baxış bucağınız. Belə ki, siz rejissorun baxış bucağı ilə bu dünyalara, hadisələrə baxmağa, onları görməyə çalışırsınız. Hər iki həm kitabların, həm kinoların çatışmayan ən əsas özəlliyi hansılar ki, bir növ oyunları daha üstün media tipinə çevirir. Oyun dizaynında bizim agency dediyimiz həmin o faktordur. Belə ki, həm kitablarda, həm kinolarda siz sadəcə izləyicisiniz. Siz baş verən hadisələrin heç birinə müdaxilə eləmək şansınız yoxdur. Amma oyunlarda siz baş verən hadisələrin bir parçasısınız. Siz hadisələrə təsir edə, bəzi hallarda hadisələrin hərəkət istiqamətini tamamilə dəyişdirə bilərsiniz. Bu bir çox aspektlərdən oyunları çox daha güclü media tipinə çevirir. Nümunə olaraq baxacaq olsaq, məsələn düşünün ki, bir tərəfdən siz kinoda və ya kitabda hansısa müharibədə yaşayan bir ailənin dramı haqqında öyrənirsiniz. Öz empatiya gücləriniz vasitəsilə çalışırsınız hiss etməyə ki, onlar bu prosesdən keçərkən nələr yaşayırlar. Alternativ olaraq, əgər This War of Mine oyununu oynasaz, orada siz həmin o müharibə dövründəki ailənin bir parçası olmaq nə deməkdir? O gündəlik problemlərlə hər gün qarşılaşmaq, onlarla mücadilə aparmaq nə deməkdir? Həmin o sualları bir növ özünüz üçün cavab tapırsınız. Digər nümunə gətirəcək olsam, Journey oyununda siz bir neçə saat içərisində həyat səyahəti nə deməkdir? Həyatın mənası. Bir növ bu aspektlərə fərqli bir baxış tapa, həyatınızın mənasını sorğulama şansını əldə edirsiniz. Bunların hamısı bir növ oyunçu perspektivindən oyun dünyasına baxışdır. İstəyərdim indi perspektivi bir qədər dəyişək və oyun dünyasına tərtibatçı gözü ilə baxaq. Düşünün ki, sizin ağlınıza gələcək hər şeyi yaratmaq qabiliyyətiniz var. Fizika qanunları tamamilə sizin istədiyiniz şəkildə işləyir. Dünyada baş verən hadisələr hamısı sizin qələminizin qüvvəti ilə hərəkət edir. Sivilizasiyalar bir növ sizin barmaqlarınızın hərəkəti ilə qalxır və çöküşə uğrayır. Mən və bir çox digər oyun tərtibatçıları üçün oyunlar sadəcə əyləncə vasitəsi deyil, onlar həm də kreativ ifadə vasitəsidir. Belə ki, oyunları biz analiz eləyəcək olsaq, onlar texnologiya, sənət və hekayələrin möhtəşəm vəhdətini ifadə eləyirlər. Gəlin, indi biz bir növ pərdə arxasına keçək və addım-addım oyun ideyalarının və oyunların necə ortaya çıxdığından danışaq. Nə qədər klişe səslənsə də, oyunlar bir qığılcımla başlayır. Hər şey bir çox halda oyun dizaynerinin ağlında start edir və bunlar gündəlik həyatın bir parçasında ortaya çıxırlar. Belə ki, siz şəhərdə və ya dağlarda velosiped sürərkən,
balıq tutarkən, gitarada nəsə ifadə edərkən və ya oturub babanızın müharibə illərindən, repressiyadan danışıqlarını dinləyərkən ağlınıza müəyyən bir ideyalar gəlir. Və bir çox vaxt bu ideyaların içərisində what if, necə olardı sualı olur. Nümunə olaraq baxacaq olsaq Papers, Please oyununa. Orada bir növ distopik dünyada siz sərhəd keçmə məntəqəsində məmur olsaydınız necə olardı sualı bir növ canlanır. Və oyun dizayneri bununla kök mexanikaları, auditoriyanı, təməl məsələləri öz üçün təyin edir və ondan sonra məsələ oxşar oyunlara baxmaq mərhələsinə keçir. Burada iki məqam var toxunmağımız gərəkən. Biri ilə əlaqədar Wes Anderson keçən ilki workshopunda çox gözəl bir perspektivə toxundu. Belə ki, o dedi ki, mənə hər hansı bir film ideyası təqdim olunanda və ya mənim ağlıma hər hansı bir ideya gələndə ilk düşündüyüm şey bu layihə mənim növbəti 2-3 ilimi alacaq. Bu 2-3 ilimi ona həsr etməyimə dəyərmi sualdır. Həqiqətən də biz də eyni şəkildə yanaşmalıyıq. Təbii ki, oyun layihələrinin ölçüsündən asılı olaraq onların müddətləri də əsaslı şəkildə dəyişə bilər. İkinci perspektiv biraz daha fərqlidir. Hər ay, məsələn, PC platformasında Steam-ə təxminən 1500 yeni oyun daxil olur. Bölsək, günə təxminən 50 yeni oyun deməkdir bu. Və siz bu qədər oyun içərisində seçilə biləcəyinizə inanırsınızmı? Oyununuz yetərincə unikaldırmı? Bir növ özünüz üçün bu sualları cavablandırmalısınız. Ona görə uğurlu oyun dizaynerləri daxil olub oxşar oyunları ilk başda oynamağa çalışırlar və özləri üçün bu sualları cavablandırmağa çalışırlar. Əgər hələ də onlar bu layihənin, bu ideyanın uğurlu ola biləcəyini inanırlarsa, onlar bizim Game Design Document, yəni oyun tərtibatı sənədi içərisində GDD-də bu məlumatları, bazanı yığmağa başlayırlar. Bu sənədin digər adı Game Design Bible-dır. Belə ki, həmin bu sənəd oyun istehsalatı prosesi boyunca dəyişir və hər kəsin ilk olaraq baxacağı sənədə çevrilir. Game Design Document hazırlandıqdan sonra oyun komandaları hələ də istehsalata keçmir. Bir növ kino sənayesindən analogiya gətirəcək olsaq, kino sənayesində istehsalat 4 mərhələdən ibarətdir. Development, pre-production, production və post-production. Oyun sənayesində də biz ilk başda bir növ arayış aşamasında oluruq və bu səbəblə də oyunun konsepti hazırlandıqdan sonra növbəti olaraq bizim keçid etdiyimiz mərhələ prototipləmə mərhələsidir. Belə ki, oyun dizaynının formalaşmağı onun hələ də yaxşı bir istiqamət olduğu mənasına gəlmir. Biz bu səbəblə də ilk olaraq onu prototipləyirik, playtesting dediyimiz real oyunçuları cəlb edib onlara oyunumuzu oynadırıq və oradan aldığımız rəylərə əsasən anlamağa çalışırıq ki, bu ideya ilə irəli getməyin bir mənası varmı? Yoxsa ideya biraz dəyişdirilib təkrarmı cəhd edilməlidir? Yoxsa ideya ümumilikdə sözdə yaxşıdır, amma reallıqda onun arxasınca davam etməyin heç bir mənası yoxdur. Buna əsasən artıq istiqamət təyin olunur. Prototipləmə mərhələsi yekunlaşanda biz artıq pre-production mərhələsinə keçid edirik. Pre-production mərhələsində bizdə artıq hazır konsept var. Kök oyun mexanikaları artıq oturub və biz tam ölçülü istehsalat başlamaqdan əvvəl bütün əsas aspektləri oturtmağa çalışırıq. Oyun dünyası tam olaraq necədir? Hansı personajlar var? Hekayə əsas olaraq necə, hansı istiqamətdə hərəkət edəcək? Hansı oyun sistemləri oyun daxilində olacaq və s. Pre-production mərhələsi bir çox aspektdən çox kiçik görsənə bilər. Amma layihədən asılı olaraq bu mərhələnin uzunluğu əsaslı şəkildə dəyişir. Müəyyən layihələrdə sırf pre-production mərhələsi illərlə davam edə bilər. Bizdə, məsələn, bizim komandamızın hal-hazırda üzərində işləməkdə olduğu Madness Afloat layihəsində biz hələ də pre-production mərhələsindəyik. Belə ki, biz hələ də oyun dünyasının
necə olacağı mövzusunda götür-qoy edirik, fərqli eksperimentlər edirik və təyin etməyə çalışırıq ki, tam olaraq biz bu aspektləri necə təyin etsək, onda oyun layihəsi uğurlu olacaq. Bir növ pre-production mərhələsi bizə səhv layihəni düzəltməmək məsələsinə dəstək olur. Çünki production mərhələsi çox daha bahalıdır, çox daha böyükdür. Səhv layihəni düzəltmək üçün o yol səyahətə çıxsaq, yekunda istədiyimiz nəticəni əldə etməyəcəyik. Pre-production mərhələsi yekunlaşanda biz production'a keçid edirik. Production'da oyun komandası bir növ çevrilib böyük bir orkestra dönür və burada həm fərdlərin, komanda üzvlərinin sayı çoxalır, həm istiqamətlər çoxalır. Məsələn, pre-production mərhələsində komandada ola bilər ki, bir game designer tamamilə bütün tələbatı qarşılayırdı. Production mərhələsinə keçid edəndə artıq bir tək fərd kifayət olmur, 2 şaxələnmə baş verir. Məsələn, əvvəl ola bilər ki, bir game designer həm oyunun döyüş balansını təyin edilməsi, döyüş sistemlərinin hazırlanması, həm mərhələ dizaynı, həm narrativ tərəfdən dizaynı istiqamətləndirirdisə də indi bunların hər biri ayrı bir istiqamətə çevrilir. Belə ki, komandaya systems designer qoşulur, level designer qoşulur, narrative designer qoşulur və onlar hər biri öz sahəsi üzrə mütəxəssis olan şəxslər komandanı o istiqamət üzrə qabağa aparırlar. Ən önəmli aspektlərdən biri, hansı ki, kənardan baxanda çox əhəmiyyətli görsənməyə bilər, oyun layihələrində ən önəmli aspektlərdən biri kommunikasiyadır. Tələbəlik məktəb illərində bir xor dərsinə qatılmışdım. Orada müəllimin anlatdığı bir məsələni xatırlayıram. Müəllim deyirdi ki, o səslə oxumalısınız ki, yoldaşlarınızın səsini eşidə biləsiniz. Yəni sizin səsiniz onları eşitməyinizə mane olursa, demək səsinizi gərək biraz aşağı salasınız. Oyun layihələri də eyni şəkildədir. Çünki çox böyük ölçüdə şaxələnmə var. Çox böyük ölçüdə fərqli sistemlər hazırlanır və bu sistemlər əgər düzgün şəkildə vəhdətdə qurulmasalar, yekunda ortaya çıxacaq layihə heç bir oyuncu üçün maraqlı olmayacaq. Bu proses uzun müddət boyunca davam edir və layihələrdən asılı olaraq bu müddət dəyişir. AAA dediyimiz bu blockbuster oyunlara baxsaz, bu 5-7 il müddət davam edə bilər. Production mərhələsi əsas olaraq biz oyunun alfa mərhələsinə gəlib çatanda yekunlaşdığını qəbul edirik. Oyunun post-production'ı əsas olaraq 2 mərhələ və onların yekunlaşması ilə ifadə oluna bilər. Bunlar alfa və beta versiyaları oyunun çıxmasıdır. Alfa mərhələsi oyunun funksional olaraq yekunlaşmış halı, gəlib çatmış halıdır. Yəni, hələ də oyun içərisində yekunlaşmamış kontent ola bilər. Oyun dünyası içərisində müəyyən yerlərə gedə bilərsiniz. Hekayə tamamlanmamış ola bilər. Bəzi personajlar ola bilər ki, hələ də hazır deyillər. Amma funksional olaraq nəzərdə tutulmuş bütün funksiyalar artıq oyunun daxilində icra edilib və test edilib hazır haldadır. Bir çox hallarda bu məqamda oyunun alfa relizi olur və müəyyən qapalı və ya açıq şəkildə test mərhələsi elan olunur. Oyunçular daxil olurlar, oynayırlar, rəylərini bildirirlər və s. Alfa relizdən növbəti olaraq beta reliz gəlir. Beta reliz dediyimiz şey əslində oyunun kontent olaraq yekunlaşmış halda mövcud olmağıdır. Əslində bu da oyunun hələ də tam yekun hala gəlib çatmış olmağı mənasına gəlmir. Amma əsas kontent olaraq oyun hazırlanıb və istifadəyə test olunmağa hazırdır deməkdir. Bir çox halda beta relizdən oyunun tam halı ilə reliz olunmasına qədər aylar ola bilər ki, illər keçə bilər. Bəzi oyun studiyaları bu mərhələni daha da uzadır. Onlar bir növ oyun beta reliz mərhələsinə gəlib çatanda, məsələn, Steam platformasında Early Access olaraq bilinən şəkildə onu reliz edirlər. Və oyunçular elan edirlər ki, bu hələ oyunun yekun versiyası deyil. Biz onu inkişaf etdirəcəyik, sadəcə bizə lazımdır ki, biz sizin rəylərinizi alaq.
Çünki hələ də çox limitli sayda insan oynayıb oyunu və həmin o insanlar sadəcə oyun istehsalat komandası deyil, kənar insanlar da var, amma hələ də çox limitli insanların rəyləri var və kənar rəyləri siz almadan hələ də tam olaraq hansı aspektlərdə problemləriniz olduğunu bilməyə bilərsiniz. Bəzi spesifik oyunlar üçünsə belədir ki, oyunun yekun hala gəlib çatmaq üçün çox geniş kütlələr tərəfindən test olunmağı tələb olunur. Bunlara məsələn MOBA-lar nümunə gətirilə bilər. League of Legends, Dota kimi oyunlar, hansılarda ki siz geniş kütlələrin oyunu oynayıb rəy bildirməyi və sizin analitikaya baxıb oradan təyin edəcəyiniz ana qədər tam olaraq oyun hazırdırmı, hazır deyilmi onu tuta bilmirsiniz. Sadəcə bu oyunlarda digər aspekt oyun heç vaxt yekun hala gəlib çatmamağıdır. Bu oyunların bir çoxu live service, yəni davamlı olaraq yenilənən oyunlar olurlar. Bunlara nümunə olaraq ən son çıxmış Marvel Rivals oyunu da daxildir. Biz nəticə etibarilə oyunları sadəcə özümüz üçün istehsal eləmirik və aktiv şəkildə oyunçu cəmiyyətinə, cəmiyyətinə oyunları təqdim edib onların rəylərini toplamağa və o rəylər istiqamətində yönləndirməyə çalışırıq. Bu test mərhələsi həm açıq, həm qapalı ola bilər. Qapalı olduğu halda bir çox halda ya xüsusi dəvətlə oyunçular oyunu test etməyə dəvət edilir və ya müəyyən müraciət formları olur. Onları dolduraraq müraciət edib oyunu test etmə şansı əldə edirsiniz. Açıq olduğu halda isə hər kəs daxil olub oyunları test etməyə şans əldə edir və bir növ bununla oyun istehsalat prosesi yekunlaşmış olur, amma oyunun cəmiyyətə təqdim olunma prosesi yekunlaşmış olmur. Çünki bunun növbəti mərhələsi oyunun bazara çıxarılmağıdır və bu iki əsas vasitədən biri yolu ilə ola bilər. Biri bizim self-publishing, şəxsi yayımlama yolu ilə getməkdir. Bu variantda studiya özü şəxsən oyunu yerləşdirir fərqli platformalara və özünün marketinq yolları ilə oyunu cəmiyyətə təqdim etməyə çalışır. Bunun alternativi yayımçı, publisher istifadə etməkdir. Bunun üçün bir çox halda yekun mərhələyə gəlib çatmadan əvvəlcədən danışıqlar aparıb razılıqlar əldə etmək tələb olunur. Məsələn, biz Madness Float oyunu üçün baxmayaraq ki, o hələ də pre-production mərhələsindədir, artıq indidən danışıqlar aparırıq. Bəzi hallarda isə oyun artıq son mərhələyə gəlib çatanda sırf marketinq məsələlərini yayımçıların əhatə etməsi üçün nəzərdə tutulan dəstək üçün publisherlərlə razılıq əldə edilməyə çalışılır. Burada ən əsas məqsəd, ən əsas aspekt marketinq vəsaitlərinə nə dərəcədə sizin çıxışınız olmağıdır. Belə ki, yayımçıların həm kifayət qədər oyunçu kütləsinə çıxışı var, həm yetərincə böyük marketinq fondları var və onlar vasitəsilə yetərincə böyük ölçüdə dəstək ola bilirlər oyun istehsalatına. Kobud olaraq bununla oyun istehsalatı və yayımlanması yekunlaşır.